əziz balalar, bugünkü dərsimizdə biz ötən dəfə oxuduğumuz Odlar Qızı mətni ilə bağlı bir neçə tapşırığın həlli ilə tanış olacağıq. Mətndəki hadisələri yəqin unutmamısınız, elə isə gəlin ilk tapşırığın şərtinə başlayaq. Daha doğrusu şərtini oxuyaq. Cümlələrdə altından xətt çəkilmiş ifadələrin mənasına diqqət et. Söz boğçasından uyğun gələn sözləri seçərək aid olduğu cümlənin altında yaz. Bunun üçün söz boğçasına bir daha diqqət edək. Yadınızdadırsa, boğçada bizə 3 söz verilmişdi. Bax, o sözləri cümlələrdə əvəzləmələr etməklə yazacağıq. Gəlin ilk cümləni oxuyaq. Qəfil başlayan yağış insanları bir-birindən ayrı saldı. Sizcə bir-birindən ayrı salmaq ifadəsini hansı sözlə əvəz edə bilərik? Əlbəttə ki, bu pərən-pərən salmaq deməkdir. Qəfil başlayan yağış insanları pərən-pərən saldı. O illər sonra ailəsinin qisasını aldı. Bəs qisas alma, heyf alma, bu mənaları ifadə edən söz hansı idi? Bəli, düz tapdınız. Bu intiqam sözü idi. O illər sonra ailəsinin intiqamını aldı. Bayram gecəsi atəşfəşanlıq göyə parlaq rənglər yaydı. Yaymaq sözünü hansı sözlə əvəz edə bilərik? Bəli, bu saçmaq sözüdür. Bayram gecəsi atəşfəşanlıq göyə parlaq rənglər saçdı. Qəzadan sonra əşyalar maşının içində ora-bura səpələndi. Yəni, pərən-pərən düşdü. Günəş şüaları otağın hər tərəfinə işıq səpələdi. Yəni, işıq saçdı. Keçək növbəti tapşırığımıza. Hekayə xəritəsini tamamla. Yəqin ki, görürsünüz, bu Odlar Qızı hekayəsinə aiddir. Mətni əgər diqqətlə oxumusunuzsa, asanlıqla hekayə xəritəsini yaza biləcəksiniz. Sizcə, mətndə hadisələr harada baş verirdi? Hadisələr Odlar yurdunda, Abşeron torpağında yerləşən şəhərdə baş verirdi. Bəs baş qəhrəman kim idi? Baş qəhrəman möcüzəli Odlar Qızı idi. Mətndə hansı digər obrazlar var idi? Əgər xatırlayırsınızsa, burada ağsaqqal var idi, şəhərin əhalisi, o cümlədən düşmənlərin adı çəkilirdi. İndi isə gəlin növbəti mərhələyə keçək. Adətən hekayə xəritəsində bax bu mərhələ müxtəlif formada verilir. Bəzən hekayənin qısa məzmununun yazılması tələb olunur. Bəzən mətndəki obrazların, daha doğrusu epizodların yazılması tələb olunur. Burada isə biz mətnin hissələrinə uyğun olaraq epizodları qeyd edəcəyik. Giriş hissədə biz sahildə ucalan möhtəşəm qala haqqında məlumat əldə etdik. Bəs əsas hissədə hansı epizodlar var idi? Əsas hissənin ilk epizodu şəhərin düşmən mühasirəsində qalması haqqında məlumat olacaq. Bundan sonra biz ağsaqqalın od tanrısına müraciətini gördük. Bunun ardınca isə Odlar Qızının qalının başında görünməsi hadisəsini oxumuşduq. Daha sonra Odlar Qızının yurdu xilas etməsi ilə tanış olduq. Sonluqda isə qalanın Qız qalası adlandırılmasını oxuduq. Bax belə uşaqlar, hekayə xəritəsini də bitirdik. Növbəti dərsdə görüşmək ümidi ilə. Hələlik.